Mən çox sevinirəm ki, bizim Azərbaycanın belə bir istehsalı var. Bütün sexlərində olmuşam. Arağın əsas keyfiyyəti nədən ibarətdir? Birincisi, onun spirtinin təmiz olmasıdır. Amma bunların buraxdığı arağın spirti Azərbaycanın buğdasından, İsmailli buğdasından hazırlanmış spirtdir. Özü də drojsuzdur. Ən yeni texnologiyalar bu zavoddadır. Yəni əsas burada nədir? Kömürdür. Kömürün əhəmiyyəti nədir biləsiniz insanlar? O spirtdə olan sivuş yağlarını oradan çıxartmaq və oranı təmiz saflaşdırmaq deməkdir. Bunlarda həm kömür var, həm qum var, xüsusi kvarslı qum deyirlər onlar. Çox önəmlidir, onu tərtəmiz edir. Suyunu sabitləşdirən, onun pH-ını düzəldən, zəhər qələvi şərait yaradan, ondan başqa mineral duzlarını sabit saxlayan onların ayrıca bir aparatları var. Moskovski, Megapolis arağı yaxşı araqdır. Onu için. Təmiz araqdır. Gedib zibil içmeyin. Kartoşkadan hazırlanmış, spirtdən hazırlanmış arağı içmeyin. Gedib nə bilim mən neftdən hazırlanmış arağı içmeyin spirti. Təmiz araq için. Onda orqanizmən sağlam olacaq, immunitetiniz yüksək olur.